Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve hu hayrun nasirin ve mu'in. Amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Sadakallahu aliyyul azim. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah-u Teala bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bəli, əziz Peyğəmbərimiz buyurur ki, ərindən icazəsiz evdən çıxan qadın əri razı edənə və evə qaydana qədər Allahın qəzəbinə düçar olar və yerin göyün mələkləri ona lənət oxuyar. Bir hədis də qoy deyim, əziz Peyğəmbərimizdən. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, bir qadın həyat yoldaşından küssə, bir halda ki, özü haqlıdır, özü günahsızdır, yoldaşının bir səhvi günah olub, küsüb ondan. Əziz Peyğəmbərimiz buyurur ki, qiyamətdə Firon, Nəmrud və Hamanla birlikdə cəhənnəmin ən alt qatında yanar. Allah istəyir ki, ailəni qorusun. Allah bu təhdidlərin vasitəsindən hüquqları pozmur. Yanlış yerə bunu yozmasınlar. İstəyir ailəni qorusun. Yəni, xanım, ola bilər, haqlısan, amma keç. Keçməyi bacar. Ailə bu cür qorunur. Ailə sütunlarını zədələmə. Bəli, evdən bayra çıxmaq, yenə deyirəm, istisnalar var. Məsələn, xanım da işləyir evdə, əri ona bir dəfəlik deyib ki, hər gün dayı, ehtiyac yox da məndən icazə almağa, ged işvə gəl. Və yaxud əri işləyir, xanımına icazə verib ki, hər gün məndən icazə almağa ehtiyac yoxdur, ged mağazadan alış-veriş elə gəl. Bunlar istisnadır. Amma belə bir məsələ yoxdursa, hər dəfəsində, hətta atasının, anasının evinə getmək üçün də həyat yoldaşından icazə almalıdır. Və dinimiz deyir ki, gəlib bunu evladlarının gözü qabağında eləməlidir. Evladlar atanın əzəmətini başa düşsün. Anlasınlar ki, atadan icazə alınmalıdır. Ata evin rəisidir. Bunu öyrənsinlər. İndi əzizlərim, bu problem o qədər də yoxdur cəmiyyətimizdə, evdən bayra çıxma, icazəsiz filan məsələsi yoxdur. Amma bir başqa yolla bunu gəldi, qərb təşkil elədi, evlərimizin içində, xanımlar evinin içində otura-otura evindən çıxır. Bu da sosial şəbəkələr. Xanımlar, sosial şəbəkələr elə nədir? Sənin o məhrəm çərçivədən çıxmağındır, evdən çıxmağındır. Din demir ki, xanımın sosial şəbəkələr istifadə eləməsi qadağandır. Amma sosial şəbəkələri istifadə etməsində çox böyük, ciddi məhdudiyyətlər var. Kişiyə də var, onu gələn cümədə deyərik, amma xanımın ki, məxsusdur. Xanım bir dənə ağ vərəqdir, ləkə tutur tez onu. Diqqətli olmalıdır. Xanım elə ola ki, məsələn, bir hicablı xanım. Özünü çəkmək, cürbəcür şəkillər, cürbəcür videolar, hələ biraz da o üzə gedirlər, rəqs eləyə, mahnı oxuya-oxuya, canlı aça-aça. Xanım, məqsədin nədir? Çox iyrənc görsənir. Çox pis görsənir. Sənə orada bir-iki dənə xoş söz yazanlara aldanma. Onlar da elə səviyyəsi o qədərdir. Bir kişinin səviyyəsi olsa, özünə bu cür hər kəsə təqdim edən qadını o cür, bəzən maşallah, Allah, sanki bir ilahi bir möcüzə görüb bu burada. Nə olub, nə qədər cılız sanki. Bu cür şeylər doğrudan cəmiyyətin məhvidir, xüsusən İslam cəmiyyətinin məhvidir. Və bir qeyd də vurum, düşmən də bu işlərdən çox fürsətbazdır axı, düşmən heç vaxt yatmır da. Bəzi işlər görürlər. Mənə göstərdilər, bəzi sosial şəbəkələrdə hicablı xanımlardır və böyük ehtimal heç Azərbaycanda da deyirlər, Azərbaycanda da yaşamırlar. Çox biabırçı vəziyyətdə, başlarında da hicab, çox biabırçı vəziyyətdə videoroliklər çəkirlər, yerləşdirirlər və düşmən həssas nöqtələrdə oynayır. O videolarda çəkirlər, məsələn, səs fonu görürsən, ya mərsiyə qoyurlar, ya məsələn, mərhum Hacı Şahinin xütbəsindən, Hacı Raminin xütbəsindən qoyurlar. O da orada çox iyrənc bir hərəkətlər eləyir. Yəni, istəyirlər nisbət versinlər ki, bunlar bax, Əhl-i Beyt mənsubudur, heç
mən sizə əminliklə deyirəm ki, heç Azərbaycanlı deyirlər, yox, heç müsəlman deyirlər o videolarda çəkənlər. Mümkün deyil olsun, çox biabır bir şeydədir. Neynirlər? Hicabı nüfuzdan salırlar, hicablı xanımları, möminə xanımların nüfuzuna xələl gətirirlər. Başqaları da baxırdı ki, bu hicablar bu qədər cürbəcür oyunlar çıxardırlar. Mən demirəm, ola bilər bəziləri də var, amma böyük əksəriyyətində də bunlar planlı şəkildə oyunlardır. Bunlara da diqqətli olunmalıdır. Heç onları axtarsın, gedib onların kökünə də çıxa bilməyəcəksən. Kənardan idarə olunur bu cür məsələlər. Kənardan bu işləri qururlar, görürlər ki, dinə ehtiramın aradan aparsınlar, hicabın ehtiramın aradan aparsınlar, möminənin ehtiramını aradan aparsınlar, milli dəyərlərimizi, xalqımızın dəyərlərini aradan aparsınlar. Ona görə bu cür məsələlərdə xanımlar çox diqqətli olmalıdırlar. Birdən oldu da indi sosial şəbəkə bir zərurəti işinə əlaqədar hansısa bir səbəbdən işlədirsə, şəkil qoya bilmərsən xanım, haramdır. Öz şəklini qoya bilmərsən. Sən öz şəklini ora qoymaqla öz şəklini sanki küçədə durub paylaşırsan. Mən illər öncə bu söz demişəm. Gedib bir nəfər bir xanıma, məsələn, bir naməhrəm xanıma desin ki, bir 100 dənə şəklini versən metronun qabağında paylayım cəmaata. Adamı döyərlər, söyərlər. Nə danışırsan sən? Bəs həmin məsələdə də sən onu sosial şəbəkədə qoyanda 100 nəfər yox, 100 min nəfər onu istəsə götürə bilir. Böyüdür, baxır, saxlayır, cürbəcür xəyallar qurur, böyük fəsadları var, çox ağır bəlalar aparır, nə qədər ailələr dağılıb, adi elementar səhvlərin ucbatından. Ona görə də xüsusən gənclərə tövsiyələrimdir və elə hər birimizə, böyüklərimiz də burada yeni gələn nəslə bu tövsiyələri çatdırmalıdırlar ki, ailələrimiz möhkəm olsun, ailə təməllərimiz möhkəm olsun. Bu qədər düşmənlərin ailə institutlarını dağıtmaq istədiyi cəhdləri boşa getsin inşallah. Allahın verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal ailələrimizə, əziz Peyğəmbərimizin, xanım Xədicənin, Həzrət Əli, xanım Zəhra salamullah aleyhanın mehr-i məhəbbətindən, bərəkətindən nazil eləsin inşallah.